tədbir azadır. Tədbir Bu stolu bağlayırıq qabağdan, bax görünüz elə. Çəkərək belə. Hamısını yığılır. Pivə yoxdur, pivə zəhərli maddə. Mən belə çətin olmadım. Suallar elə tarixi, coğrafi sualın dəqiqə tamamında yazsınız, müzakirə edəcəksiniz, bir dəqiqə ərzində. Sizi də görürsünüz, hələ olur. Hamısında elə kimi yazsın. Şəkərə bax, gör hara çıxır. Həm sizdə basketbol səhvi görün nə var. Mən bir daha hər birinizi salamlayıram. Hacı Qayıb məktəbindəyik. Bu günləri yəqin loqolardan da görürsünüz. Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qubada fəaliyyət göstərən Yurt Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin İntellekt Yolunu Seç, Pis Vərdişdən Kənar Keç adlı layihəsinin icrasındayıq. Tədbirin də məqsədi odur ki, yeniyetmələr, yetişməkdə olan gənc nəslin zərərli vərdişlərdən uzaqlaşdırılmasına bağlı sizə geniş maarifləndirmə bir tədbir aparaq və tədbirin ikinci hissəsində isə intellektual bilik yarışı keçiriləcək. Biz öncə Azərbaycan Respublikasının dövlət himnini səsləndiririk və sonra tədbirimizə başlayırıq.
ekskurs eləyək bununla bağlı, sonra az sonra videonu izləyəcəksiniz. Sizə bukletlər paylanılıb. Bukletlərdə zərərli vərdiş deyəndə ilk öncə beynimizə gələn zərərli vərdişlər haqqında məlumat verilir. Təbii ki, zərərli vərdiş deməyinə hamımızın beyninə gələn nə olur? Sigaret, alkoqolizm, narkomaniya və s. Amma əslində bugün günümüzün zərərli vərdişləri də dəyişir. Artıq internet əsrində yaşayırıq, kompüter əsrində yaşayırıq. Bugün internetin, kompüterində zərərli vərdiş halına çevrilən insanlar var. Yəni, bütün günü kompüterin qabağında, monitor qarşısında durmadan əyləşmək, real aləmdən uzaqlaşıb virtual aləmlə aludə olmaq özü də bir zərərli vərdişdir. Nə bilim, gecə saat 2-yə, 3-ə kimi oyaq qalıb televiziya izləmək özü də zərərli vərdişdir. Bütün günü yatmaq özü də zərərli vərdişdir. Oturaq həyat tərzi keçirmək, yəni əslində zərərli vərdişlər artmaq üzrə gedir. Yəni təkcə sigaret, alkoqolizm, narkomaniya artıq zərərli vərdiş deyil, sayı artır. Amma bu gün cəmiyyəti məhv edən ən əsas zərərli vərdişlər məhz bu üç prosesdə gedir. Sigaret, alkoqolizm, narkomaniya. Hansı ki buna da daha çox gənc nəsil aludə olur. Və ona görə də daim cənab prezidentimizin də eyni zamanda bizə dəstək verən prezident yanında QHT-lərə Dövlət Dəstək Şurasının da əsas prioritet sahələri odur ki, sizə biz bu istiqamətdə maarifləndirici tədbir aparaq, siz də öz ətrafınızda olan gəncləri bu sahədə öyrədəsiniz. Çünki siz hər biriniz öz məktəbinizin, öz kəndinizin lider gənclərisiniz və buradasınız. Çünki məktəbinizdə kifayət qədər çox şagird var. Amma siz 6 nəfər olaraq seçilmişsinizsə, deməli siz öz ətrafınızı da öyrədə bilərsiniz, öz ətrafınızı da doğru yola çəkə bilərsiniz. Ona görə burada əldə etdiyiniz məlumatları sizi əhatə edən digər insanlara ötürməlisiniz. Bildirməlisiniz ki, əslində sigaret zahirən heç bir insanı öldürməsə də, dolayısıyla nə qədər fəsada getirir. Bəzən eşidirik biz tədbirdə ki, sigaretdir də çəkir, onsuz da ölmür ki. Vacib deyil ki, sigaret çəkən həmin andaca ölsün. Necə ki, elm də sübut eləyir ki, sigaretin tərkibində nikotini at qəbul eləyəndə həmən anda ölür. Amma insanda o qədər güc var ki, onu qəbul eləyəndə belə, amma baxın ətrafınıza. Bir sigaret qəbul eləyən insan, alkoqolizmə yuvarlanan insan, nə bilim 25-30 yaşlı insan bir zahirən 45-50 yaşında insana bənzəyirsə, bu artıq xəstələnib deməkdir də, bunun artıq orqanizmi məhv olub deməkdir. Çünki bu tipli insanlar da elm də sübut eləyir, elə biz onu geniş danışmaq istəmirik, çünki bununla bağlı saatlarla danışmaq olar. Adi bir sigaret 40 müxtəlif xəstəliyə səbəb olur. Ən belə deyək ki, problemlilər də xərçəngdir, vərəmdir. Son illərdə də fikir verirsiniz, gənclər arasında vərəm və xərçəng xəstəlikləri durmadan artır, infarkt riski artır. Bütün bunlar həmən sigaretin, alkoqolizmin nəticəsidir və bundan uzaq olmaq lazımdır. Çünki cəmiyyətimizə sağlam gənclik lazımdır. Sabah siz hər biriniz gələcək ailənin daşıyıcılarısınız. Gələcək ailənin ataları, analarısınız. Buna görə də dünyaya sağlam övlad gətirmək lazımdır və Azərbaycanda sağlam nəsillər yetişməlidir. Buna görə də siz bu vərdişlərdən uzaq olmalısınız. Sizə bir insanın yeri zədələnəndə, müqara mələ gələndə sonra sağalır. Niyə? Çünki o hüceyrə bərpa olur. Və məhz bu zərərli vərdişlər, həm sigaret, həm alkoqolizm, həm narkomaniya insanın beyin hüceyrələridir. Və eyni zamanda problemləri təhlil edə bilmir. Beyinlərində ancaq elə o cür öz üçün nəsə bir şey təmin eləsin və s. Bax, bu, həmən o beyin, həmin anlıca bir söz yerə xəttilənəmək. Niyə? Çünki insan qocalıqca da beyin hüceyrələri olur. Və insanın o beyin hüceyrələri öldükcə bir növ insan uşaqlaşır, hər şeyi təhlil edə bilmir. Ona görə də qorumaq, özünüzü qorumalı ki, şuurla bax. Ona görə siz ağırla, şuurla bu istiqamətdə təlimat ki, dünyanın öz maraqları var da, insanlara bu tipli vərdişləri alıda eləyirlər ki, kimlər söz maraq videoya baxdıqdan sonra kimsə bu zərərli vərdişləri alıda olur. Hətta aranızda kimlərsə varsa, doğudan da hesablarının nə olduğunu biz sizə göstərəklər və siz də gedib ətrafındakı insanlara danışırsınız. Çox sağ olun.
aparılan nadir bir təcrübə nəticəsində demək bilərsiniz ki, 10 gündə imtahandan sonraki su arasında kəskin fərq var. Siqaretin tüstüsü ilə çəkilənmiş su qaba gedilən qızdırılır, tərkibində olan su ayrıldıqdan sonra tamamlanır. Bu bir siqaret alverisi olan imtahan zamanıdır. Siqaretin dərdəsindən tamamlayılan olar ki, siqaret akciğerdən gedir. Siqaret tüstüsü içəri çəkilirsə akciğer yavaş-yavaş zəhərli qazına olur. Gənc yaşlarında siqaret çəkən insan zaman keçdikcə vərəm yaxud xərçən xəstəliyindən tutulmaq istəmişsə, bu andan etibarən siqaretə əlizan edəlir və dahi nəticələrin dağılmasına səbəb olur. Siqaret çəkən insanlarda gözdə zəiflik, katarata, normalda bu halın baş verməsi daha çox siqaret çəkən insanlardan şahid olur. Siqaret qırtlaq xərçənliyində yaradır. Aparılan tədbirlərə görə çəkilən hər siqaretin tüstüsü akciğerə daxil olursa, bir hissəsi ciyərin divarlarından qoparaq qalır. Zaman keçdikcə siqaret çəkən bir insanın bu xəstəliyə tutulmasına şahid olursunuz. Siqaret çəkənlər ağır xərçənliyindən tutulmaq nəticəsiz onu məhv edir. Əvvəl müəllimlərə bir daha xatırlatma, əgər hansısa bir işarə olsa, o komanda dərhal oyundan çıxarılacaq. Bir-iki dəfə eləmişik bunu. Tay dilində, Tayland dilində 5 rəqəmi belə səslənir. Ha. Bəs Taylandlılar SMS-lərdə 555 yazmaqla nəyi ifadə edirlər? Vaxt. Altı, 5, 4 cavabını məhz gülmək olduğunu göstərir. Bayramlar 555 yazmaqla gülüşür. Üçüncü sual. Ekvador'dan son 10 saniye. Bu suala cevap verelim. Sualın renkini alır. Söhbət siqaret çəkənlərdən gedir. Gürcüstan arasındakı dostluq və həmrəylik əlaqələrinin möhkəmləndirilməsinə nümunə olaraq Gürcüstan hökuməti 2010-cu ildən bizim bu bayramımızı Gürcüstanın milli bayramı elan edib. Söhbət hansı? Azərbaycan bayramı, İstanbul bayramı. Sualın cevabı Navruz bayramı. Növbəti sual.
Yok, en büyük şəhəri. Nerede? Başka. Yok, İzmir. Buranın en büyük şehir. Gözlü yazmış. Gözüm nasıl bağlayayım necə Gazet fırlanmış ki ailana da. Diğerləri zirvə komandası. Tez ol. Nasıl? Nasıl? 4, 3, 2, 1. Söhbət notlarına gəlir. Amma biz sizdə notlarını hazırlıyoruz. Uşaqlar, doğru cavab Dodo, Re, Mini və Fafa. Vallahi renkler. Ben deyirəm ki, deməyin, siz elə buradan deyəcək. Diplomları təqdim eləyəcək və qeyd edeyim ki, ilk 2 yeri tutan komanda Qubada keçiriləcək finalda iştirak eləmək haqqı qazanır. Beləliklə, zirvə komandası yarışı bir xalla tərk edir. Onların ilk yarışı idi bunlar və hesab edirəm ki, ilk yarışda hamı belə olur. Və yadda saxlayın ki, belə tipli turnirlərdə, yarışlarda məğlub olan yoxdur. Burada kimsə məğlub olmadı. Çünki bu idman yarışı deyil ki, kimsə kimdənsə fiziki güclü olsun. Bu bilik yarışıdır və bu tipli yarışlarda hər kəs kazanır. Çünki burada 12 sual eşitdiniz, bəlkə də eşitməmişdiniz, bəlkə də bildiyiniz idi, bəlkə də məntiqlə gəlib tapdınız. Bu yarışda uduzanlar odur ki, onlar öz üzərlərində gedib işləmir. Bu tipli yarışda oynayır və gedib internetdən nəsə məlumat toplamır və yaxud bu tipli verilişləri izləmir. Uduzanlar onlar olur. Hesab edirəm ki, siz davamlı öz üzərinizdə işləyəcəksiniz və bu tipli yarışlarda biz davamlı keçirdikcə, hər dəfə bura gəldikcə siz də zaman-zaman o təcrübəni qazanacaqsınız. Kifayət qədər təcrübəli komandalar vardı, davamlı olaraq yarışlarda iştirak onları yenə də irəli aparır. Çünki bu yarışlarda təkcə savad önəmli deyil, təcrübə də önəmlidir. Çünki bu tipli yarışlarda məntiqi ardıcıllığı tutmaq lazımdır və ona görə də davamlı oynamaq lazımdır. Hesab edirəm ki, gələn dəfə daha güclü nəticə olacaq. 3 xalla Ulduz komandası çalğışlar və xatırladım ki, bu komandalar 9-cu siniflərdir və əslində uğurludur. Çünki 9-cu siniflərin 10-11-lərlə yarışmasında da fərq var.
Bu cəhətdən 3 xal toplamaq da az deyil. Davudobanın Uğur komandası 5 xal, Hacı Qayıbın Zəka komandası 5 xalla oyunu bitirir. Hacı Hüseynlinin Şimşək komandası, xatırladım ki, ötən ilin finalçıları idi onlar. Şimşək komandası ötən il finala çıxmışdı. Onlar 6 xalla oyunu bitirdi. Və mən bura 3-cü və 2-ci yerlər arasında reyting xalı hesablandı. Reyting xalı necə hesablanır? Bu oyunun məcəlləsi var. Cavab verən komandanın xalının üzərinə cavab verməyən komandaların sayı əlavə olunur. Yəni, bir komanda tutalım ki, bir suala bir komanda cavab verib, həmən komandanın bir oyun xalı ilə yanaşı, burada 8 komandadır, o demək ki, 7 əlavə xalı var. Reyting xalı bu cür hesablanır. Və reyting xalı ilə 3-cü yeri tutduğuna görə onların 7 oyun xalı var idi. Reyting xalları isə 18 oldu. Mən bura Əli Məmmədovanın İntellekt komandasının kapitanını dəvət edirəm. Biz çox istəyərdik ki, digər ilə 2-ci yeri tuturlar Hacı Qayıbın favorit komandası. Kapitan. Ora bax. Uğurlar. Və bu oyunun qalibi qeyd edeyim ki, digər zonalardan ən çox xal toplanıldı bu zonada. Çünki 8 xallıq bariyeri hələ kimsə aşmamışdı və bu komandada davamlı yarışlara gəlməyinin nəticəsini görür. Bilmirəm, televiziyada xəmsə verilişini izləyirsinizsə, ən azı onların uşaqlarının ikisinin də xəmsədə oynadığının şahidi olarsınız. Mən bura 10 xalla birinci yeri tutan Qımılqışlar komandası. Təbriklər. Uğurlar. Bir daha təşəkkür edirəm hər birinizə, minnətdaram müəllimlərə. İlk 3 yeri tutan komandalar qalır. Birinci yer cəld olun.